Bu şalvarın müştəri özü ətəyini kəsmək istəyibdi, lakin alınmayıbdı, əlini saxlayıb və mənə dedi ki, Aysel imdadıma yetiş. Əslində şalvarın materialı cinsdir. Lakin ətəyini tezbazar kəsib geyinmək istəyibdi ki, belə tipikləsin deyə. O da ki, nə qədər parça ətəyi kəsilsə də heç vaxt istədiyi saçağı əldə edə bilməyəcəkdi. Material cins olsa da, şalvar cins olsa da materialı tamam başqadır. Biz nə edirik? Uzunluğu əslində öz uzunluğunu buradan götürdü, düz götürdü. Bu uzunluqdan kəsib bu ətəyimizin orijinal hissəsini yenidən bu hissəyə tikəcəyik. Qeyd edirəm, şalvarı heç vaxt bu formada ətəyini kəsməyin. Bu hissədə birləşdirilir. Çünki o formada kəsiləndə ətək çox vaxt düzgün olmur. Çalışın bu iki baş hissə bir olsun. Belə. Yəni klassik şalvar necə ütülənir? O formada da şalvarın ətəyini kəsmək lazımdır kəsiləndə. Yəni mən neçə illərdir belə edirəm və çox rahatdır, çox da dəqiq olur. Kəsəndə ölçü də dəqiq olunur. Bunu sizə göstərməkdə məqsədim odur ki, belə bir hadisə ilə qarşılaşsaz, panikaya düşməyin. Hansı dərziyə getsəz, desək ki, alınmır, belə elə, narahat olmayın. İşi professionalına həvalə eləyəndə hər bir işin çıxış yolu var. Gördüyünüz kimi bu hissədən kəsib müştəri, biz də yerini qoyuruq. Belə. Ölçürük metrə ilə. 8 santıdır, biz 9 götürürük. Çünki biraz uzun idi. Çox da uzun olmağını istəmir ki, rahat geyinə bilsin deyə. Həmişə arxa tərəfi yarım santı ön tərəfdən artıq qoyuram. Elə olmalıdır. Şimdi, bismillah. Kəsib çıxartdıq ətəkləri. Tikişini sökəcəyik. Sonra isə 1 santı qoyub yenidən kəsəcəyik. Sökmə işinə keçirik. Bu ətəyimizi sökürük. Ətəyi söktük və 1 santı yer qoyaraq bu formada kəsirik. Sonra isə götürürük və bu hissəni, bu tikişdə bir-birinin ağzına baxmalıdır. Bilinsin ki, hansı qıçdan, hansı ayaqdan sökülübdür. Belə bu tikişdən 1-2-3 milli yuxarıdan köklüyürük. Sonra maşına vuracağıq.